Biz əvvəlki dərslərimizdə ümumilikdə 11 nitq hissəsinin olduğunu öyrənmişdik, düzdürmü? 11 nitq hissəmiz vardı. Nitq hissəmiz. Onlardan 6-sı əsas, 5-i isə köməkçi idi, düzdürmü ağam? 6 əsas, 5-i köməkçi, nitq hissəsi olacaq. Köməkçi. Gəl birinci əsas nitq hissələrini tapaq. İsim, sifət, say, aha, əvəzlik, əlasan, zərf, feil və zərf. Gəl ardıcıl eləyək. Feil və zərf. Deməli, isim, sifət, say, əvəzlik, feil və zərf. Bəs köməkçi nitq hissələri hansılar idi? Onu da tapaq. Qoşma. Bağlayıcıydı, qoşmaydı, nidaydı. Ardıcıl gedik ağa. Qoşma, bağlayıcı, ədat, modal, nida. Modal, bir də nida. 5 dənəsi də nədir? Köməkçi nitq hissəsidir. Afərin bizə. İndi baxaq görək qoşma nədir? Ümumiyyətlə, köməkçi nitq hissələri ilə əsas nitq hissələrinin birinci fərqini deyək. Əsas nitq hissələrinin hər birinin mənası olur. İlkin başa düşülə bilən mənası olur. Leksik mənası olur. Əsas nitq hissələrinin. Amma köməkçi nitq hissələrinin qətiyyən bir mənası yoxdur. Heç bir köməkçi nitq hissəsinin ayrılıqda mənası yoxdur. Yadındadır, keçən dərsimizdə mən izah formasında verdim ki, sən o köməkçi nitq hissəsini cümlədən çıxardanda mənada heç bir dəyişkənlik olmadı. Düzdürmü? Sadəcə cümləmizin müəyyən qədər kasıbladı, sadələşdi. Amma köməkçi nitq hissəsi həmin o sözləri daha qüvvətləndirici, daha mənalı edirdi. Amma cümlədən çıxardanda heç bir mənası dəyişmirdi. Düzdürmü? Köməkçi nitq hissəsinin deməli ayrılıqda leksik mənası yoxdur. Birinci, yəni köməkçi nitq hissəsini deyəndə birinci başa düşə biləcəyin heç bir məna yoxdur. Məsələn, deyirəm çünki. Çünkinin ayrılıqda mənası yoxdur axı. Çünki hansısa sözə əsasən qoşulur bir məna yaradır, məna çalar yaradır. Düzdürmü? Kaş. Kaşkinin ayrılıqda bir mənası yoxdur. Amma müəyyən bir sözə qoşulur. Cümlə daxilində məna çalar, məna ahəngi yarada bilir. Deməli, köməkçi nitq hissələri ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak eləmir. Yəni, söz yaradıcılığında iştirak etmək bilirsən nədir balam? Kök şəkilçisi olmur. Yəni, heç bir köməkçi nitq hissəsini kök şəkilçiyə ayıra bilməzsən. Yəni, onlardan yeni sözdə yaratmaq mümkün olmur. Azərbaycan dilində 5 köməkçi nitq hissələri var. Bunları bayaqlar dedik. Bütün ümumiyyətlə, İstər köməkçi nitq hissəsi olsun, istərsə də əsas nitq hissəsi olsun, hamısının qrammatik mənası var. Köməkçi, biz nə demişdik qrammatik məna növündə, qrammatik mənada? Demişdik ki, hansı nitq hissəsinə aid olması, quruluşu, hansı suala cavab verməsini biz qrammatik mənada öyrənirdik, düzdürmü? Demək ki, bu köməkçi nitq hissələrinin hansı qrammatikaya, hansı nitq hissəsinə aid olmasını da biz qrammatik mənada öyrənmiş olacağıq. Demək ki, buradan anlayırıq ki, əsas nitq hissələrinin yalnız leksik mənası olur və qrammatik mənası olur, amma köməkçi nitq hissələrinin leksik mənası qətiyyən olmur, yalnız və yalnız qrammatik mənası olur. Bu hissəyə qədər hər şey tamamdır mı ağam? Bəli. Qaranlıq qalan yer yoxdur. Əla. Deməli, köməkçi nitq hissələrimiz də, bax burada yazmışam və həmçinin quruluşca sadə və mürəkkəb olur. Qətiyyən, bayaqlar dedik, köməkçi nitq hissəsi söz yaradıcılığında iştirak eləmir. Yəni, leksik şəkilçi qətiyyən qoşula bilməz. Leksik şəkilçini biz nə zaman yaradırdıq? Hansı ki, əsas nitq hissəsinin mənası olan bir sözün yeni söz yaratmasına görə istifadə edirdik leksik şəkilçini, düzdürmü? Burada da leksik şəkilçi ola bilməz. Gəl elə hamısının qayda olaraq izahlarını bir-bir verəcəm. Qoşma, ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözləri qoşularaq müəyyən məna çalar yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var. Birgəlik vasitə qoşması, ilə, lalə qısaldılmış forması. Yadında da o gün testimizdə də olmuşdu. Lalə var idi. Dedin, ay müəllim, heç ona mən fikir verməmişdim. Yadına düşdü mü? Bəli. Deməli, o da var. İlənin qısaldılmış forması lalə ilə olur. Bir də car şəkilçidir. Yalnız adlıq hallı şəkilçilərə, sözlərə daha doğrusu qoşulur. Birgəlik vasitə qoşmaları.
atam ilə, onunla. Zaman qoşması əvvəl, qabaq, sonra, bəri çıxışlı halda olan deməli sözlərə qoşulur. Səndən əvvəl, yeməkdən sonra, dünəndən bəri və s. kimi. Məsafə qoşmamız var. Kimi, qədər, dək, can üstü ki, yönlü halla işlənir bu qoşmalarımız. İstiqamət qoşmalarımız var. Sarı, tərəf, doğru, qarşı. Bunlar da yönlü hala qoşulur. Evə sarı, məktəbə doğru və s. Bənzətmə qoşmalarımız var. Kimi, qədər, tək, ca üstü ki və təki, adlı hallı və yəli hallı sözlərimizə qoşulur bu bənzətmə qoşmalarımız. Sənin kimi, onun tək, mənim təki. Fərqləndirmə qoşmalarımız var. Başqa, savayı, özgə, qeyri, əlavə. Bunlar yalnız çıxışlı hallara qoşularaq işlənilir. Bizdən başqa, səndən özgə, səndən savayı. İstinad bildirən qoşmalarımız var. Görə, əsasən, ca, cə şəkilçisi ilə yönlü halda işlənir bu şəkilçilərimizdə, daha doğrusu bu qoşmalarımızda. Sənə görə, fikrinə əsasən, zənnimcə, səbəb məqsədi üçün istifadə olunan qoşmalarımız var. Üçün, ona görə, ondan ötürü, sarı, üstündə, uğrunda, naminə. Bunlar da yalnız yəli, yönlü və çıxışlı halına qoşularaq olan qoşmalarımızdır. Daha sonra gəldi aidlik qoşması, dair, aid, xas, məxsus, haqda, barəsində, barədə. Bu qoşmalarımız da yönlü, yəli və adlı hallara qoşulan qoşmalardır. Sənə məxsus, sənə görə, ona aid, sənin barəndə, sənə xas bu formada olur. Qoşmanın ümumilikdə hamısı aydın oldu mu sənə? Bunu ev tapşırığı olaraq öyrənəcəksən. Keçəkmi bağlayıcıya? Qaranlıq qalmadı bu hissə? Xeyr. Əla. Keçdi indi bağlayıcıya. Bağlayıcı nədir? Bağlayıcı sözlər, cümlələr, abzaslar, mətnlər arasında əlaqə yaradır. Onları qrammatik cəhətdən bir-birinə bağlayır. Yadında qalsın ağam, abzas nə idi? Abzas yeni fikri yarada bilən hissə idi, düzdür? Məsələn, bax, burada da olan abzaslar var. Burada bağlayıcı ilə bağlı olan abzasımız var. Yəni, əsasən, yeni fikir yaranırsa, yeni fikir əmələ gəlirsə, bu artıq abzas sayılır. Deməli, keçdi indi də bağlayıcıya. Bağlayıcı nədir? Bağlayıcı sözlər, cümlələr, abzaslar, mətnlər arasında əlaqə yaradır. Onları qrammatik cəhətdən bir-birinə bağlayır. Bağlayıcıların da 6 məna növü var. Bunlar da birləşdirmə bağlayıcısıdır. Birləşdirmə bağlayıcısı da və, ilə, lalə şəklində yazılır. Mən və sən, atam ilə anam. İndi sənə bir şey deyəcəm. Deməli, əgər sən lalə ilə iləni qarışdırsan, qoşmanın iləsi ilə laləsini qarışdırsan, yadında saxla ki, bağlayıcı iki söz ilə bir-birinə bağlantı yaradır. Qoşmada isə deməli, əsas isimlə, adlı hallı isimlə deməli, söz yazılır. Məsələn, mən anamla getdim. Anamla getdim. Burada anam ilə getdim. Bu nə olacaq? Qoşma olar səncə, yoxsa bağlayıcı? Bağlayıcı. Yox, bu qoşma olacaq. Niyə? Anamla getdim, anam ilə. Yəni, anaya qoşuldu lalə. Anaya qoşuldu lalə. Buna görə bu qoşma sayılacaq. Yəni, burada hər hansısa bir kəslə arasında bir bağlantı yoxdur axı. Anamla getdim. Yəni, ana ilə getməsini sadəcə bildirir. Amma, məsələn, deyirəm, anam ilə. Anam ilə mən getdim. Aysan. Anam ilə mən getdim. Aysan. Anam ilə mən parka getdim. Parka olsun, cümlə daha maraqlı olsun. Anam ilə mən parka getdim. Ana ilə mənin arasında bir bağlantı yaratdı bu iləmiz. Ana ilə mən arasında bir bağlantı yaratdı ilə. Əgər burada... Mənə buna görə bağlayıcı deyirlər. Necə? Ona görə bağlayıcı deyirlər. Bəli, əgər iki sözü bir-birinə bağlayırsa, iki cümləni bir-birinə bağlayırsa, bu bağlayıcıdır. Əgər yox, bu bağlantı yoxdursa, bu bir-birinə bağlamaq yoxdursa, bu bağlayıcıdır. Haysal, bax, mənası var. Bütün öyrəndiyimiz qaydaların bu formada mənası var. Anlaşıldı mı tam? Bəli. Əlasan. Deyək, qarşılaşdırma bağlayıcısında görək nə var? Qarşılaşdırma bağlayıcısı amma, ancaq, lakin, halbuki, isə, fəqət bağlayıcısıdır. Mən getdim, amma o gəlmədi. Bir-birinə qarşı şəkildə oldu da. Bir şeyi görürsən, digər ona qarşı olur. Sən dərslərini oxudun, lakin yazmadın. Yəni, bir-birinə qarşı oldu.
Bölüşdürmə Lakin. bağlayıcılarımız var. Bəli, bəli. Ya da ki, və ya, və yaxud, yaxud da, gah da ki, istər, istərsə də, ya sən, ya da mən getməliyik. Bax, görürsən, bu da bölüşdürüldü. İkisindən biri seçilməlidir bölüşdürmə bağlayıcısında. Ya o, ya da mən bu dərsi edəcəyik. Yaxud da başqası edəcək. Görürsən, artıq burada bölüşdürmələr çoxaldı. Deməli, bölüşdürmə bağlayıcısında dedik, iştirak bağlayıcısı var. Həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin və dadə bağlayıcılarımız var. Mən nəinki qaydaları oxudum, hətta ona uyğun testlər də etdim. İnkar bağlayıcısı nə də ki bağlayıcılardır. Nə sən, nə də başqası mənim qarşımda dura bilməz. Bəli. En çok köməkçilik hissələri düşür testlər. Testlər olduğu için daha çox rast gəlir. Bəli. İnkar bağlayıcısında dedik, aydınlaşdırma bağlayıcısına baxaq. Yəni, məsələn, bağlayıcıları. Mən necə? Hansı bağlayıcını testimiz Aydınlaşdırma. Mən dərsimi etdim, yəni bütün testlərimi bitirdim. Görürsən, məsələni daha uyğunlaşdırdı, daha açıqladı, aydınlaşdırdı. Bütün nəyim varsa bitirmişəm də, eləçim. Sol, yəni. Daha aydın və başa düşər, qısa şəkildə deyir. Sol, açıqlamasını tam verir. Ədat nədir? Ədatdayıq. Görək, ədatımız nədir bizim? Ədat, sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi hissəsidir. Bəli, qüvvətləndiricidir. Ədat cümlədə ifadənin səlisləşməsinə kömək edir. Məgər bunu sizə deməmişdik cümləsində, məgər ədatı bütövlükdə cümlənin təsir gücünü artırır. Sən ki belə deyildin, cümləsində də ki ədatı sən sözünün təsir gücünü artırdı. Ədatlar söz və cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz. Həmin məna yalnız bir qədər zəifləyə bilər. Bəli, buyurağam. Yəni, məsələn, o çox gözəl iş görür, çox sözü orada qüvvətləndirir. Bəli, çox gözəl, artıq daha gözəl iş gördüyü haqqında məlumat verir. Ən gözəl qız gəlsin, gözəl qız gəlsin. Necə? Orada təpələ bilirəm ki, orada sifət də var da bu sözdə. Harada? Dedim, o çox gözəl iş görür. Orada sifət də orada. Bəli, sifətdir. Sonra ədədlərin qrammatik mənası söz və cümlələrin təsir gücünü artırmağı xidmət etməsidir. Cümlədə işləndikdə ədatımız qarşı tərəfin, dinləyicinin diqqətini konkret həmin hissəyə yönəldir. Ədatın mənaca növləri bunlardır. Qüvvətləndirici ədatlar ən, lap, daha, axı, hətta, artıq, düz, bir, ki, necə, nə, belə, olduqca, cə, da, də. Məsələn, axı o hələ gəlməyib, hətta mən də bunu bilirdim. Bəsdir artıq, sakit. Ən çox mən dərs oxumuşam. Sən lap gözəl olmusan. Görürsən, hər birinə bir cümlə dedik. Gördük ki, daha cümləni maraqlı, daha qüvvətli elədik. Düzdür mü ağam? Dəqiqləşdirici ədatlarımız elə, məhz, əsil ədatlardır. Elə sən bunu bilirsən. Məhz bunu yalnız mən edə bilərəm. Sən əsil savadlı uşaqsan. Sonra məhdudlaşdırıcı ədatlarımız ancaq təkcə, bircə, yalnız ədatlardır. Bunu təkcə sən bacararsan. Bunu tək sən edə bilərsən. Görürsən, məhdudlaşdırır. Bir dənə sənlə məhdudlaşdırır. Bir dənə qrupla, bir dənə kəslə qruplaşdırır, məhdudlaşdırır ki, yalnız bunu həmin o ya tək adam, ya bir-iki adam edə bilər. Başqası edə bilməz. Sual ədatları bəs, məgər, bəyəm, yəni, ki, mi ədatlardır. Bəs sən bunu bilmirdin. Məgər sən bunu görməmişdin. Bəyəm sən bizə gəlməyəcəksən bu formada. Əmr ədatlarımız var. Di, qoy, gəl, gəlin, gəlsənə, ha, bax, gör, görsənə, sana, sənə, sanı, səniz. Siz bizə bir gəlsəniz, oxusanız, gəlsənə, oxusana. Yəni bunu əsasən söz daxilinə salıb daha rahat yadında saxlaya bilərsən. Arzu ədatlarımız var. Arzu ədatları kaş, kaşki, bircə, təki, gərək, varı, olacaq. Təsnif və inkar ədatları hə, yox, bəli, xeyr, heç, əsla, olacaq. Modal sözlərimiz bunlardır ki, danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var. Təsdiq bildirənlər, yəni yəqinlik bildirənlər, həqiqətən də bu baş verib, bu olub mənasında işlənən modal sözlərdir. Doğrudan da, həqiqətən də, sözsüz, şübhəsiz, şəksiz,
Düzü, doğrusu, təbii ki, düzdür, doğrudur, əlbəttə, əlbəttə ki. Güman və şübhə bildirən modal sözlərimiz. Gərək ki, gərək, görünür, ehtimal ki, ehtimal, bəlkə, bəlkə də, görək, görəsən, deyəsən, güman ki, olmaya, olsun, demə. İndi bunları əslində nümunə ilə deyim mən sənə ki, deyəsən, o bugün gəlməyəcək. Güman ki, atam bizi parka aparacaq. Olmaya, sən bunu bilirdin. Bəli. Nəticə və ümumiləşdirmə bildirən modal sözlər. Nəhayət, axır ki, xülasə, ümumiyyətlə, beləliklə, qısası, qərəz, əl-qərəz, yaxşı, yaxşı ki. Beləliklə, biz dərsi rahat öyrəndik. Qısası, bu qaydanı qəşəng öyrənmiş olduq. Bu formada fikrin mənbəyini bildirən modal sözlərimiz var. Deyilənə görə, zənnimcə, fikrimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə və s. Təəssüf bildirən modal sözlərimiz var. Təəssüf ki, heyif, təəssüf, əfsus ki, əfsus, bənzətmə və yaxud da müqayisə bil, elə bil ki, güya, güya ki, modal sözlərdir. Sonra, gələk bəs görək nidalar nə edir? Nida nədir? Danışanın hiss və həyəcanını ifadə edən köməkçi hissəsidir. Nidalar hisslərinin, hadisələr emosional münasibətinin ifadəsidir. Nidaları müxtəlif məna növləri var. Sevinç, heyranlıq bildirənlər, paho, bəhbəh, bıy, paho, oxay, afərin, aycan, ailəm, mərhəba, ura. Kədər və narahatlıq, qorxu bildirən nidalarımız var. Vay, oy, ox, ah, vay, 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 vah. Çağırış bildirənlər. Şok olmaq, biz heyecanlarımızı bildirir, hə, nida? Bəli. Həmin o hiss həyəcanımız da sadəcə şok olmaqdan ibarət deyil də. Bir neçə emosiyalarımıza. Yadında biz 2-ci sinifdə emosiyaları öyrənirdik. Bax, hamısını biz nidalarla öyrənmiş oluruq. Çağırış bildirənləri bunlardır. Hey, ey, ay, ay aman, ay haray. Bu formada çağırış. Hey, bura gəl. Hey, bu dərsi belə eləməməliydin. Ay, ayağım ağrıyır. Yəni, bu formada olacaq nidalarımız. Nifrət, istehza bildirənlər, tfu, tüf, cəhənnəmə ki, xa, xuxux. Bunlar əsasən bədii ədəbiyyatlarda, nağıllarda olur. Ona görə nifrət, istehza bildirənləri yalnız orada sən görəcəksən. Qəm, kədər bildirənlər də of, ah, vay, uf, ox, oy və s. kimi olacaq.